Salam müəllimlər, hər vaxtınız xeyir. Bu gün sizlərlə yeni nəzəriyyə olan normanın dərin bilik səviyyələri nəzəriyyəsinə baxacağıq. Burada deyilir ki, şagirdlər tapşırıqları necə öyrəndiyi yox, hansı dərinlikdə öyrəndiyinə biz maraqlanmalıyıq. Yəni tapşırıqların və öyrənmə fəaliyyətinin idrak mürəkkəbliyinə görə təsnifatıdır. Bu yanaşma Norman tərəfindən 1997-ci ildə kəşf olunmuşdur. Məqsəd şagirdlərin düşünmə səviyyəsini artırmaq, tapşırıqları sadədən mürəkkəbə doğru qurmaq, təlimi daha effektiv planlaşdırmaq. Deməli, dərin bilik səviyyələri 4 səviyyədən ibarətdir və hər səviyyə əvvəlkinin üzərində qurulur. Yəni, biri digərindən daha mürəkkəb bir səviyyə olur getdikcə. Birinci səviyyə xatırlamadır. Buna təkrar da deyə bilərik. Bəzən testlərdə təkrar olaraq da görürük. Yəni, xatırlama və təkrar. Mahiyyəti şagird məlumatı yadda saxlayır və olduğu kimi təkrar edir. Bu bir növ faktoloji biliklə əlaqədardır. Həmçinin idraç taksonomiyasında xatırlamaq mərhələsinin eynidir. Qısaca bu nəzəriyyəmiz həm biliyin növlərindən, həm də idraç taksonomiyasına əlaqədardır. Yəni həmin mövzuları yaxşı bilirsinizsə, burada heç bir çətinliyiniz olmayacaq. Ümumiyyətlə, yeni çıxan mövzular köhnə mövzularla əlaqədardır. Xüsusiyyətləri nədir? Faktları, terminləri xatırlamaq. Biz dedik necə faktoloji bilikdə sadəcə sual verilir, biz cavabını deyirik olduğu kimi. Yəni özümüzdən hər hansı bir məlumat daxil etmirik. Sadə qaydaları tətbiq etmək, yəni belə deyim, məsələni bir addımla həll etmək, bu deməli mərhələyə aid ola bilər. Xatırlama mərhələsinə hər hansı bir məsələni bir addımla, yəni bir düsturla həll etmək. Burada bəzi suallar var. Kimlə, harada, nə vaxt? Yəni məlumat kimlə, harada, nə vaxt suallarına cavab verirsə, bu xatırlama mərhələsinə aiddir. Temin və anlayışların tərifini demək, qısa mətnə əsasən sualları cavablandırmaq da bura aiddir. Sadə hesablamalar aparmaq bayaq dedim. İkinci səviyyə bacarıqlar və anlayışlardır. Yəni artıq şagirddə müəyyən bir bacarıq formalaşır. Öyrəndiyi biliyə istinadən öz fikrini ifadə edir. Bu bir növ taksonomiyada anlamaq mərhələsinin eynidir. Həmçinin burada həm prosedural bilikdən, həm də konseptual bilikdən istifadə olunur. Şagird məlumatı anlayır və bacarıq kimi tətbiq edir. Xüsusiyyətləri odur, məlumat izah edir. Bildiyiniz kimi anlamaq mərhələsində məlumat izah edir. Deməli, biz fe'l ilə rastlaşırdıq da. Müqayisə edir, sadə nəticələr çıxarır, iki hadisəni müqayisə edir, fəaliyyət nümunələri. Deməli, qrafik və cədvəlləri izah edir. Hər hansı bir qrafik və cədvəldən hər hansı bir məlumat götürmək, olduğu kimi məlumat götürmək elə bu səviyyəyə aiddir, yəni anlamaq. Deməli, mahiyyəti odur ki, şagird məlumatı analiz edir, plan qurur və əsaslandırır. Yəni, üçüncü səviyyə. Üçüncü səviyyədə, deməli, strateji düşünmədir. Strateji düşünmə bir növ metakognitiv biliklə əlaqədardır. Yəni, şagirdin öz haqqında biliyə malik olmasıdır. Burada plan qurmaq, görürsünüzsə, əsaslandırmaq, fikrini əsaslandırmaq varsa, bu plana əsasən, sonra analiz etmək varsa, problem həlli və qərar vermə varsa, məntiq əsaslandırma varsa, bilin ki, bu strateji düşünmədir. Strateji düşünmədə, deməli, müxtəlif mənbələrdən məlumat toplayır şagird, sonra onları analiz edir. Həmçinin plan hazırlayır, müqayisə və arqument qurur. Bunlar da bu mərhələyə aiddir. Problemin həlli üçün strategiya seçmək. Dördüncü səviyyə isə ən maksimum düşünmə səviyyəsidir. Artıq burada şagird həm yaradıcı, həm məntiq, həm tənqidi təfəkkürə malik olur. Genişləndirilmiş düşünmədir. Mahiyyəti odur ki, uzun müddətli layihələr, tədqiqat və analiz, müxtəlif məlumatların sintezi, fəaliyyət nümunələri, tədqiqat layihəsi hazırlamaq, müxtəlif mənbələri birləşdirib nəticə çıxarmaq, problemlərə yeni həll yolları təklif etmək. Bunlara aiddir. Deməli, dərin bilik səviyyəsinin əhəmiyyəti nə oldu? Şagirdlərdə tənqidi düşünmə inkişaf edir, təlim mərhələli və sistemi qurulur, qiymətləndirmə daha obyektiv olur, müəllim tapşırıqları şagird səviyyəsinə uyğun seçir. Deməli, bir dənə nümunə, iqlim dəyişikliyi mövzusuna bir nümunə götürək, hər 4 səviyyə uyğunlaşdıraq, sizə də daha aydın olsun. İqlim dəyişikliyi nədir? İstixana effekti nədir desə, bu artıq birinci səviyyə aiddir. Yəni, sadəcə əzbər tələb edir, yəni xatırlama və təkrar mərhələsinə aid. İkinci səviyyə qrafikə baxaraq temperatur dəyişməsini izah edir. Ümumiyyətlə, izah etmək anlamaq mərhələsinədir. Anlamaq mərhələsi dedik nədir? İkinci səviyyəyə aiddir. İkinci səviyyəmiz nə idi? Buradan baxaq. Bacarıqlar və anlayışlar. Anlamaq mərhələsi bacarıqlar və anlayışlar. Üçüncü səviyyədə deyir, məktəbdə karbon emissiyasını azaltmaq üçün plan hazırlamaq. Deməli, plan hazırlamaq ümumiyyətlə aid idinə strateji düşünməyə, yəni metakognitiv bilik olan hissə idi bu. Dördüncü səviyyə iqlim dəyişikliyinin təsirlərini araşdır və həll yolları təklif et. Artıq burada genişlənir. Bir neçə həll yolu təklif edir, analiz edir, sintez edir. Artıq burada geniş düşüncəyə malikdir.
Qısa nəticəmiz bu olur ki, dərin bilik səviyyəsi modeli, deməli, prosesində tapşırıqları sadə yadda saxlamadan tətbiq və yaradıcı düşünməyə qədər inkişaf etdirən sistemdir. Yəni, sadəcə sadə olaraq yadda saxlamır, həmçinin tədqiqat və yaradıcı düşünmə, yəni artıq həyatda tətbiq etməlidir. Kurikulumda əsas mahiyyəti budur. Yəni, kurikulun əsası bilik və bacarıqdan, yəni öyrəndiyini həyatda tətbiq etməkdən ibarətdir. Belə, mövzunu çalışdım, qısa bir izahını verdim ki, hər bir müəllimə rahat olsun. Növbəti, deməli, izahda bu mövzunun test izahları olacaq, situasiya tipli. Ona görə də kanalı izləməyi unutmayın.